kardeş. Bu videonu izleyen bütün kızları, kadınları 8 Mart münasibətilə təbrik edirəm. Və biz bu gün fürsətdən istifadə edərək kartinga gedirik. Karting 2 ildir mənim vision boardumda olan bir şeydi, amma gedə bilmirdik. Biraz uzaqdı və toplaşa bilmirdik uşaqlarla falan, amma bu gün fürsətdən istifadə aydanla ikimiz sadəcə gedirik. 8 Mart'a özel sayede 800 manat oldu. Getmədən öncə gedib gül alacaq. Bu gün planını danışım sizə. Gedib gül alırıq. Dəqiq bilmirəm nə gül alacağam. Aydanla bir-birimizə alırıq. Neyse, bay. Saçlarımı bəyənmədim. Neyse, belə bir şey elədim. İndi darayacağım falan. Çünki bunlar belə özümü medusa kimi hiss eləyirəm. Biraz atılsınlar. Belə oldu. Ayda çox qaranlıq görünür. Pəncərəm həm arxamda qaldığı üçün köşk beləsinə dura bilsəm, amma dura bilmirəm. Çünki orada telefonu qoymağa yer yoxdur. Hər nəysə. Yenə saçımı buraşlayıram. Belə dursun. Amma bunları neysə. Belə üzümə tökülməsin. Mən makyaj eləməyi heç bacarmıram. Yəni özümə bildiyim. Belə durun. Tamam. Makyaj eləməyi dediyim kimi çox bacarmıram. Yəni universitetə girəndə avtomatik yüklənən bir neçə şey var sadəcə. Amma çalışıram. Mən liner çəkməyi çox istəyirəm, amma liner heç cür çəkə bilmirəm. Yəni maksimum bir dənəsini çəkirəm, o birisi əyri olur, silməli olurum falan. Öyrənmək lazımdır. Hər neysə. Sonra belə bir şey var. Nədir bu? Concealer'dir bu. Tam olaraq hara istifadə olunduğunu mən bilmirəm. Amma mən belə istifadə edirəm. İnşallah ki düzdür. Yəni düz olmasa da mən səhv deyiləm. Mən böyle tercih ediyorum sadəcə. Yəni evet. Ben böyle tercih ediyorum. Hoşum gəlir. Ah olur belə. Gözlərimin altı biraz çökmüş kimi görünür. Ama böyle. Ben böyle tercih ediyorum. Siz isteseniz yani bütün yüzünüze de vurabilirsiniz. Ben böyle tercih ediyorum. Benim tercihlerim böyle. Kolum ağrıdı. Nasıl oldum aşko? Bu da buradan bezdirdi beni. Nasıl olmuşum? Evet, kızların gəlimi o alet. Bundan mən çox qorxuram yani. Bəzən hiss edirəm ki, kirpiklərim qalacaq bunun üstündə falan. Dəhşət pisdir. Bir dəfə hətta şey olmuşdu. Maskaranı vurandan sonra bunu eləmişdim. Çox dəhşətsiz bir şey diye. Yəni bir neçə dənəsi üstündə qalmışdı kirpiklərimin. Maskaranı ama burada vurmayacağım. Görmürəm bir şey. Bitirdim. Ama bir de şey var. Mənim kirpiklərimin bu hissələri, yəni maskaranı çox vuranda, əslində o tərəflərə çox vurmuram. Buradakı kirpiklərim bitişikdir. Yəni hamı da elədir. Maskara vururam və yapışır bir-birinə, gözümü açamıram. Hər neysə, bunları da çıxardaq. Amma yox, telefonumu alayım, sonra çıxardarım. Bərbad eləməyim saçımı. Hazıram dostlar. Yanaqlarıma biraz pəmbəlik vurdum. Məndə allıq körlüyü deyə bir şey var. Bəzən Snapchat effekti kimi gedirəm universitetə. Amma olsun, uçur sonuçta. Yəni universitetə girdiyim anda universitetin havası təsir edir, qalmır üzümdə. Ay çox xoşum gəldi, aşırı tatlı oldu. Navşikimi də zaretkaya qoymuşam orada. Baxdım. İndi metroya yetirə bilməyəcəm. Böyük ehtimalla. Girirəm. Tülpan alım görəsən. Aydana gül alacağım. Ama bilmirəm. Aydan dünən tülpan aldı. Yani şu an evlərində tülpan var. Ona görə başka gül mü alım? Yoksa bilmirəm. Bir dəqiqə görüm kartım üstümdədir. Allah. Allah da məni kahretməsin. Kartım evdə qaldı. Ben kurtkamı dəyişdim. Başka kurtka geyindim. Kurtkamın cibindəydi kartım. Yaxşı ki vaxtımda baxdım. Rezil olardım bütün gün. Ay çok pis. He tamam. Sen de dinle ama.
Mən 11:10-da Aydan dediyinə görə metroda olmalıydım, amma 12:10 değil. 12:10'da metroda olmalıydım. 12:34'də gəldim metroya. Niyə? Çünki Aydana bir axtarırdım. Bir yerə girdim, ağ tülpan yoxdur. Bir yerə girdim, səhra yoxdur. Metronun 4 dənə çıxışı var. 3 çıxışın fırlanmışam ki, ağla səhrayı bir yerdə tapamadım. Axırı bir yerdən ağ aldım, bir yerdən səhrayı aldım. Sonra onları birlikdə paketlədirdim. Hələ ağı birinci almışdım, onu paketlədilər. Deyənmədim ki, paketlər skoçlamayınlar, bir şeylər elə. Apardım ama bir yere orada da onu kestiler, bir skoçu bana dehşetizm yaşattı ve cemaat orada. Ama sonunda bitiştirdim, yani bir şeyler yarattım, ortaya çıkarttım. Allah razı olsun. Evet, ben çok böyle bir teşekkür borçluyum. Ama yani bitmişti diye çok cez şeylenmiş, hareket eləmişim. Her yerde bitmişti her rengi. Bu da tam olarak sehrayı değil, biraz Benöşe'yi andırıyor yani. Her neyse böyle. Sonuç olarak sen geciktin, ben tez geldim. Həmişə tərs olası değil ki. Yani bunu da nəzərə alaqlar. Bunu izleyenler bilir ki, həmişə mən Aydanı gözləyirəm. Bir dəfə də o gözləsin. Gəldik. Arxama gizlənir. Gəldik. Allah'ım yarabbim. 2 ildir gəlmək istəyirəm. Bura şükür. Here dostlar. Bəli. Benim çok seçebilmedim. Telefonu koymuştuk orada neydi onun? Şkafa. Her neyse. Evet, kask falan da maska taktım diye hırsız kimi görünür diye aşırı utanç verici bir anıydı. Ama hamı takmış diye çok da olmadı. Ne olmuş da? Aşırı süratlediler. Ben bu arada sıra tablosunu çektim, göresiniz bunu ama. Aynen sonuncudu. Yine de iyi ilerledim. Rol aşırı zor dönürdü bu halde. Ben düşündüm ki sen hiç döndüremeyəsən. Ağırıydı, bayağı ağırıydı. Bir yerde Cidden güldüremedim ağırıydı. zaten. Ona göre bir adam cürtmeni. Ne yol çetsek danışalım. Bunu unutmuştum. Aydan'a kaskı böyük geldi. Kaskı değiştirdiler. Geri kaydım masayla mı kaydım görese? Geldim. Aydan'ın kaskı böyle oldu. Birinci kaskını değiştirdi. Sonra maşına oturdu, ayağı takmak diye oturacağım değişti. Bütün maşını modifiye elediler sen o üstünde. Ne yapabilirim? Her neyse, oturdum, elime maşından yağ değdi belə. Sən de oturanda elime değdi. Yolun qarası əlindəydi. Ben dördüncü sırada dediği çok süratli oldu. Başka bize bayrakları öğrettiler. Mavi bayrak yol ver deməkdir. Və mən sürürüm, qabağımda gedənlər vardı. Çatmışım, keçənmirəm. Elə yolla nə sağa gedir, nə sola gedir. Dümdüz ortayla gedirlər, döngələrdə belə. Yol vermirdilər. Mavi bayraq çıxdı ki, mənə yol versin. Kız mənə yol vermədi. Mən də düşünürəm ki, yol verəcək. Qazı basmışım üstünə, girdim divara. O sırada Aydan deyir ki, mən səni keçdim. Evet, onda keçdim. Orada yanımdan 3 dənə maşın keçdi getdi. Halbuki mən onların hamısını overtake eləmişdim başda. Zəhmətimi vurdular yerə. Bəlkə 3-cü sırada ola bilərdi. Evet, ben aslında axırda başladım yani. Sınavımız getdiniz, mən hələ getməmişdim, qalmışdım. Birinci ısınma turuydu ama orada çok şey eləmədilər. Hər neysə, məncə çox birinci də başlamır ki. Çox əyləncəli idi. Yəni gəlin, lütfən gəlin. Qrupla da gəlin, lütfən. Yəni buradan sizə səslənirəm. İzləyən varsa lütfən qrupda gələk də kartinə. Çox əyləndim mən. Sağ olun. Hi guys. Allah'ım, incədə gəldim evə. Unutmadan bir neçə şeyi də demək istəyirəm.
Sonra günə yataraq davam etməyi düşünürəm. Karting haqqında bilmirəm demişim yoxsa yox. Yəni biraz yaddaş zəifliyim var. Rolu fırladanda çox güc lazımdır. Yəni biraz gücünüz azdırsa maalesef başarılı olabileceğinizi düşünmürəm. Çıxandan sonra buralarım falan ağrıyırdı. Bir də çox sürətli olduğu üçün boyun da ağrıyır. Mənim boynum ağrıyır hələ də. Bura belə yastıq kimi bir şey qoydular. Formula maşınlarında taxılır ondan. Bir də əgər normalda maşında falan ürəyi bulanan birisinizsə, ki mən eləyəm, çox ürəyiniz bulanacaq. Sürəndə heç nə olmur. Çıxandan 10 dəqiqə sonra aşırı ürəyim bulandı. Hətta özümə getdim kola aldım indi. Çox pis ürəyim bulanır deyə. Yəni sonra avtobusa mindik, metroya mindik falan. Yəni çox dəhşət idi. Amma onun dışında yəni, aşırı əyləndim. Bir daha da getmək istəyirəm qrupla falan. Çox əyləncəlidir. Yəni həyatınızda ən az bir dəfə getməlisiniz. Mən elə düşünürəm. Çox mutluyam şu an.